Ay gədə, hani bizim maşın? Bəli müəllim, nə maşını? Nə danışırsınız? Nətər yəni nə maşın bu? Mənim o gədə gətirdi də bura. İçinə dedi lampiçka qoyacaqsan, diskotek olacaq. Hani mənim maşın? Hə, bəli, aydındır. Rəncə verdiniz müəllim, oğlumuz gətirdi. Hə, oğul nədir? O oğul yox, o naxələf insandır. Gəl görüm nə iş görmüsən. Burada 2 zonalı ambiyans yığmışıq maşına. Yalnız qapılar yox. Bütün hissələrə, qapının luçka yerlərinə, cib hissələrinə və əlavə olaraq lukun kənarına da quraşdırılır. Hə bala, mənə nağıl danışma orada. Mənə nağıl danışma. Bunun eynisini maşın bazarında da eləyirlər. 50 manat 60 manat pul xərci var. Nəsə bizim uşaqda çox pul almısan sən. Müəllim, olmadı axı. Bu bazar malı deyil də. Hər işin öz keyfiyyəti var. Əlvi vicdanıva qoy danış da. Nə? Vicdan? Ando Allah, 2 sot torpağım vardı, satıb bir ətək pul vermişəm ki, mənim də oğlum cəmatın balaları kimi gözəl həyat yaşasın. İndi sən də əlimi vicdanıma qoy. Bu ambiyans. Maşına alışdın. Nə? Vicdan? Mənim ayıb olar ki, biz bu işə görə məsuliyyət daşıyırıq. Sən vicdanlı oğlansan. Xoşum gəldi. Mənim qapının ağzında bir sovet var, 06. Ona işi quraşdıra bilərik. Necə yəni? 06-ya ambiyans? Səsə danışma, ambiyans o ortada plafon lampiçka olur, onu deyirəm, dəyişə bilərik.